Salam müəllimlər, sizlərə planlaşdırmaya aid bir test nümunəsi izah edəcəm, amma izah etməzdən öncə mən sizə geriyə planlama strategiyasını izah verəcəm. Ona əsasən də biz burada testin üzərində cavablandıracağıq. Deməli müəllimlər, geriyə planlama strategiyası bax bu şəkildə nəzərə alınır. Təlim məqsədinə əsasən qiymətləndirmə müəyyən olunur. Təlim məqsədinə əsasən öyrənmə fəaliyyətləri qurulur. Yəni iş üsulları, iş formaları seçilir. Ona strategiyalar da deyilir. Yəni fəaliyyətlərin 3 adı var. Fəaliyyətlər və yaxud da strategiyalar və yaxud da iş üsulları, iş formaları deyə bilərlər. Deməli müəllimlər, qiymətləndirmə üsul və vasitələri təlim məqsədinə əsasən müəyyən olunur. Deyilsə ki, qiymətləndirmənin üsul və vasitələri öyrənmə fəaliyyətlərinə əsasən müəyyən olur deyilsə, bu yanlışdır. Və yaxud da sizə deyilsə ki, öyrənmə fəaliyyətləri qiymətləndirməyə əsasən müəyyən olur, bu da yanlışdır. Deməli, fəaliyyətlər nəyə əsasən müəyyən olur? Təlim məqsədinə əsasən müəyyən olur. Qiymətləndirmə üsul və vasitələri nəyə əsasən müəyyən olur? Təlim məqsədlərinə əsasən müəyyən olur. İndi gəldik hansının əvvəl, hansının sonra müəyyən olunmasına. Burada fikir verməlisiniz ki, müəllimlər, qiymətləndirmə üsul və vasitələri birinci müəyyən olunur. Yəni ilk, öncə müəyyən olunur. Fəaliyyətlər, strategiyalar, iş üsulları, iş formaları isə ikinci olaraq müəyyən olunur. Buna diqqət edin. Misal üçün, sizə sual düşəndə testdə yazılar ki, öyrənmə fəaliyyətləri qiymətləndirmədən öncə müəyyən olunur. Bu yanlışdır, çünki ikinci olaraq müəyyən olunur. Və yaxud da deyilsə ki, qiymətləndirmə meyarları, qiymətləndirmə üsul və vasitələri fəaliyyətlərdən sonra müəyyən olunur. Yenə yanlışdır, çünki birinci müəyyən olunur. Deyilsə ki, öyrənmə fəaliyyətləri qiymətləndirmədən sonra müəyyən olunması məqsədə uyğundur, doğrudur. Deyilsə ki, qiymətləndirmənin öyrənmə fəaliyyətlərdən öncə müəyyən olunması məqsədə uyğundur, yenə də doğrudur. Yəni, bu sözlərə diqqət edirik. Elə bu şəkildə qursanız, o suallar, o variantlarda əgər o şəkildə düşsə, siz onu doğru cavablandıra biləcəksiniz. İndi gəlin qaydaq testimizə. Planlaşdırma aid uyğunsuzluğu müəyyən edin. A variantında qeyd olunur. Qiymətləndirmə təlim məqsədinə əsasən müəyyən olunur. Bəli, bayaqlarımda qeyd etdim. Strategiya əsasən qiymətləndirmə təlim məqsədinə əsasən müəyyən olunur, özü birinci olaraq müəyyən olunur. Qiymətləndirmə müəyyən olunur da deyildikdə nə nəzərdə tutulur? Qiymətləndirmə üsul və vasitələrin müəyyən olunmasından gedir söhbət. B variantına gəldi. İdrak taksonomiyası təlim nəticəsinin müəyyən olunmasına mühüm rol oynayır. Bəli, ümumiyyətcə standartlar bilik və bacarıq hissələrindən ibarətdir. Alt standartı, məzmun standartı, bunlar sinonim sözlərdir, biləsiniz və onların sonundakı feillər idrak taksonomiyasının müxtəlif mərhələlərinin feilləridir. Misal olaraq, xüsusi isimləri qruplaşdırır. Qruplaşdırmaq mən bilirəm ki, idrak taksonomiyasının anlama mərhələsinin feilidir. Məqsədi çıxardanda artıq o feilə uyğun olaraq idrak taksonomiyasının anlama mərhələsinə aid feillərdən seçərək çıxartmalıyam. Yəni, o feillər, ikinci hissədə olan feillər anlama mərhələsinə aiddir. Və yaxud da Monqolların yürüşlərinin müqayisəli cədvəlini tərtib edir. Mən bilirəm ki, artıq bu tətbiq etmə mərhələsidir və yaxud da ən vacib məqamları qeyd edərək tərtib edir desəm, biləcəm ki, təhlil etmək mərhələsinə aiddir. Artıq ona uyğun şəkildə də mən məqsəd çıxardacam. Bu da doğrudur. Bəli, idrak taksonomiyası təlim nəticəsinin müəyyən olunmasına mühüm rol oynayır. Hətta müəllimləri istiqamətləndirir ki, şagirdlərdə aşağı təfəkkür səviyyəsi, yuxarı təfəkkür səviyyəsi formalaşdırılacaq və yaxud da hansı təfəkkür növü formalaşdırılacaq. Bax, bura istiqamətləndirik. C variantında qeyd olunur. Öyrənmə fəaliyyətləri dərsin məqsədinə əsasən müəyyən olunur. Bayaqlarım nə qeyd elədik? Öyrənmə fəaliyyəti dərsin məqsədinə əsasən müəyyən olunur, özü ikinci olaraq müəyyən olunur. Bu da doğrudur. D variantında qiymətləndirmənin öyrənmə fəaliyyətindən öncə müəyyən olunması məqsədə uyğundur. Bəli, qiymətləndirmənin öyrənmə fəaliyyətindən öncə, yəni birinci olaraq qeyd olunması, müəyyən olunması məqsədə uyğundur. Bu da doğrudur. Gəldik Y variantına. Öyrənmə fəaliyyətinin qiymətləndirmədən öncə müəyyən olunması məqsədə uyğundur. Artıq burada yanlışdır. Bizim testimizin cavabı Y variantıdır. Çünki öyrənmə fəaliyyəti qiymətləndirmədən öncə deyil, sonra müəyyən olunmalıydı. Yəni, ikinci olaraq müəyyən olunmalıdır. Ümid edirəm ki, müəllimlər sizə geriyə planlama strategiyasını asan, sadə dildə izah edə bildim. Əgər bəyəndinizsə, bəyənib takib etməyi, rəy yazmağı, paylaşmağı unutmasanız sevinərəm.